Hı. səfər edərkən, Heydər Əliyev Fransaya səfər edərkən hansı sənədi imzalamışdı? Sənəd imzalamışdı. Aha, bax buna diqqət elə. Hər iki cavab tələb eləyirdi. Hansı sənədi O imzalamışdı? Paris nəysə, Paris Xartiyası, Avropa üçün Paris Xartiyasını imzalayıb və orada da iki cavab var idi ki, bir dənəsində yazmışdı yalnız 2, yəni yalnız Paris Xartiyasını imzaladı. Digərində yazılmışdı ki, 2 və 4 eyni zamanda BMT prinsiplərinə əməl edəcəyini bu da var. təsdiqləmiş oldu. Deməli, Bu da hər var. ikisi var. Ona görə də maddələrin hər ikisini də bilməliyik. Doğrudur. Yaxşı, desək ki, onda görəsən Heydər Əliyevin dövründə elə deyirik ki, məsələn, NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qəbul olunduq. Bu daxili siyasət yoxsa xarici siyasət? Bu xarici olur da. Deməli, əgər hər hansı bir təşkilata üzv oluruqsa, bu xarici siyasətdir, doğrudur. Yaxşı, onda neçənci ildə NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qoşulduq? 94. 94-cü ildə. Bəs Gülan təşkilatı nə vaxt yaradıldı və üzvləri kimlər oldu? 97 idi. Elə bil ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova. Deməli, Ukrayna ilə Moldova yanaşı xəritədə gözümüzün qabağına gətirək, birazdan atacağam və Azərbaycanla da Gürcüstan yanaşı. Yaxşı, onda Qəmər desin. Qəmər, de görüm Budapeşt samiti neçənci ildə keçirildi? Müəllim, mən deməyim də. Niyə deməyəsən? Öyrənməmişəm, yaxşı bilmirəm. 69-82 Qəmər. Bax diqqət elə. 69-82 Heydər Əliyevin Respublikaya rəhbərlik dövrüdür. Yəni bu ikinci Respublikaya rəhbərlik dövrüdür. Prezidentlik dövrü deyil. Mən prezidentlik dövrünü soruşuramsa neçənci ildən götürməlisən? 93-98. 93-98. Demək birinci prezidentlik dövrü nə vaxt oldu Qəmər? 1993-98. Və ikinci prezidentlik dövrü? 98-2003. Aha, yaxşı. Dedik ki, elə incə zuriyyət dedi. Nə zaman Azərbaycan NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qəbul oldu? 91. Yox, 91-də nə 95. Heydər Əliyevin prezidentlik dövründənsə. 94-cü ildə. 95. Demək, bax sülh sözündə 4 hərf var. Demək, sülh naminə tərəfdaşlıq proqramı nə vaxt qəbul olundu? 1994. 1994-cü ildə. Bəs deyirik ki, elə nə zaman Avropa Atlantika Şurasının Praqa zirvə görüşündə iştirak elədi? Praqa zirvə 96. görüşündə Heydər Əliyev nə zaman çıxış edibdi? 2001. 2002-ci ildə. Demək, Praqa zirvə görüşü nə vaxtdı? 2002. 2002. Elə 2002-ci ildə nəyə üzv olmuşuq? NATO-nun hansı şurasına üzv olmuşuq? Hansı üzvünə daxil olmuşuq? Avropa Şurasına. Asosiallaşdırılmış üzvünə qəbul olmuşuq. Asosial, yəni səs hüququ olmadan iştirak etmə hüququnu qazanmışıq. Asosiallaşdırılmış üzvünə demək nə vaxt üzv olduq? 2002-də elə. 2002-ci ildə. Bu Heydər Əliyevin neçənci prezidentlik dövrünə düşür? İkinciyə. İkinciyə. Bəs onda görəsən daxili siyasət yoxsa xarici siyasət? Xarici. Bəs Avropa Şurasına nə vaxt tam hüquqlu üzv olmuşuq? 2001. 2001. Onda Avropa Şurasına üzv olanda eyni zamanda da ATƏT Lissabon samitində nə ilə bağlı bəyanat qəbul olunubdu? Nə ilə bağlı sənəd qəbul olunubdu? Harda? Həm Avropa Şurasına üzv olanda 2001, həm də ATƏT-in Lissabon samitində nə ilə bağlı qərar qəbul olunubdu? Ərazi bütövlüyü haqqında. Ərazi bütövlüyü haqqında, doğrudur. Deməli, yadda saxlayırıq 2001 və 96-cı ildə. Bəs ATƏM-in Budapeşt samiti neçənci ildə keçirilibdi? ATƏM-in Budapeşt samiti. Budapeşt Heydər Əliyev gələndən bir il sonra, yəni neçənci ildə? 1983. Heydər Əliyev 94. prezident kimi gələndən bir il sonra. 94. 1994-cü ildə. Yaxşı, onda davam edəsək. Deməli, Aysun, de görün Dünya Azərbaycanının birinci qurultayı nə vaxt keçirildi? Nə? Dünya Azərbaycanının birinci qurultayı nə vaxt keçirildi? Bax, Dünya Azərbaycanının birinci qurultayı. 2001. 2001. Ay, sağ ol. Demək, birinci qurultay birinci ildə, yəni 2001-ci ildə keçirildi. İkinci 11, ikinci 2006, dördüncü 2016, beşinci də 2022 olmalıydı. Bax, Nuray, O 1, 11, elə bir 2, 3, 4 hamısını sil. Bir dənə birinci və axırıncını yadında saxla. İndi təzə kitablardan onların hamısı çıxıbdır, birinci və axırıncı saxlanılıbdır. Mən 1, 11, 6, 16 elə.
Aha, deməli onda yadda saxlayırıq. 2001 axırıncı qurultayda nə vaxtdı? 22. 22. 2023. Birinci qurultay Bakıdadır. Axırıncı qurultay hardadır? Şuşadaydı. Şuşadaydı. Ay, yaşa, doğrudur. Yaxşı, onda Aysun deyir ki, İlham Əliyev neçənci ildə elə görə Milli Olimpiya Komitəsinin prezidenti oldu? 2003-də ilə Yox, gələndə Milli Olimpiya Komitəsinin prezidenti 1997-ci ildə oldu. Demək İlham Əliyev neçənci Milli Olimpiya Komitəsinin prezidenti oldu? siz mənə dediniz, İlham demədiniz. İlham Əliyev neçəncidə Milli Olimpiya Komitəsinin prezidenti oldu. Dövlətin prezidenti oldu demirəm. Milli Olimpiya Komitəsinin prezidenti oldu deyirəm. Onda 1997-də. 1997-ci ildə. Və neçənci ildə baş nazir olubdu? Baş nazir Aha. 1901-də. 2003-cü Yox, 2003-də. 2003-cü ildə. Elə 2003-cü ildə həm də nə seçilmişdi 2003-cü ildə İlham Əliyev? Bax, 2003-cü ildə Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və büro üzvü seçilibdi. Bu da bir neçə dəfə qəbullarda istifadə olunubdu. Demək, AŞPA-nın, yəni Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və büro üzvü nə vaxt seçilibdi? 2003-də. Biz Avropa Şurasına nə vaxt üzv olduq? 2001-də. 2001-də üzv olduq. 2003-də isə İlham 2001-də. Əliyev Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və büro üzvü seçilibdi. Yaxşı, deyirik ki, onda neçənci ildə gördük ki, biz Qoşulmayanlar Təşkilatına üzv olduq. Aysun. 2011-də. 2011-də üzv olduq. Bu Azərbaycan daxili siyasəti, xarici siyasəti. Xarici olar da, yəni Əgər təşkilatlara üzv olduqsa, deməli xarici siyasəti doğrudur. Yaxşı, onda 2011-də Qoşulmayanlar Təşkilatına üzv olanda İlham Əliyev neçənci prezidentliyinə aiddir? Birinci. Bax, Yox. 2003-də gəlibdi, 5 ildən bir prezident seçildi. Demək, onda neçənci aid olar? Qoyun özüm düzəldim. Heç nə demirəm, mən sənə istiqamət verdim. Aha. Bəli, 2003-dən 2008-də birinci prezidentlik dövrü idi. 2008-dən sonra da ikinci prezidentlik dövrü. Deməli, kimin prezidentliyə düşdü? Ay, yaşa, doğrudur. Yaxşı, desəm ki, onda neçəncidə Mehriban xanım Əliyeva Azərbaycan birinci vitse-prezidenti vəzifəsinə təyin olundu? 2017-nin fevral ayı budur. Əgər 2017-dirsə, onda İlham Əliyevin neçənci prezidentlik dövrünə düşür? İkinci. Baxaq. 3 saymalım. 3 Riyaziyyatı pes hesabladı. Aha. Riyaziyyatı bilindirir özünə Allah haqqı. Hə, etiraz bildirir. Bax, riyaziyyatçı. Mən də onu 2 saatda fikirləşib hesablayıram sənin kimi Aysun. Riyaziyyatımın zəifliyi oradan bir üzə verir. Deməli, onda yadda saxlayaq nəyi? Bax, 2017-nin fevral ayı Mehriban xanım Əliyevadır. Demək, birinci Mehriban xanım Əliyevadır. Amma 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi var. Bu isə oktyabr ayıdır. Hər ikisi də 2017-dir. Amma birinci Mehriban xanım Əliyevadır. Bakı-Tbilisi-Qars demək dəmir yolunun açılış mərasimi nə vaxt oldu? 2017-də. 2017-də. Bəs TANAP-ın açılış mərasimi nə vaxtdır? Nəyi? TANAP-ın açılış mərasimi. 2018-də. Və neçənci də 21-ci əsrin müqaviləsi imzalandı, yeni əsrin müqaviləsi. Yəqin ki, 21-ci əsrdə deyilsə də 21. Demək 21-ci. Buna da diqqət edək. Ha, baxdır, bir cədvəl verir İlham Əliyevlə Heydər Əliyevlə bağlayırsan. Yuxarıda yazır ki, 20-ci əsr ya da yazır 21-ci əsr. Deməli nəyə diqqət etməliyik ki, bizdən əsrə də fikir verməliyik ki, bir yazır daxili siyasət, bir yazır xarici siyasət. Yuxarıda da bir dənə əsr qoyur. Deməli əsrə də fikir verməliyik. Aha, demək 21-ci əsrin müqaviləsi İlham Əliyev imzaladı. Bu nə ilə bağlıdır? Neftlə bağlıydı, qazla bağlıydı. Yəqin ki, neftlə bağlı orada. Bax, Heydər Əliyev neftlə bağlıydı. 20-ci əsrin müqaviləsi neftlə bağlıydı. Amma İlham Əliyevdəki qazla bağlıdır, doğrudur. Yaxşı, onda Nuray desin. Nuray, neçənci ildə dedi ki, elə bax Heydər Əliyevin prezidentliyi dövründədir. Bakı-Tbilisi-Ceyhan, bax bunlarla bağlı sual çox düşən hissələrdəndir. Bakı-Tbilisi-Ceyhanla bağlı müqavilə imzalandı və harda imzalandı? Bakıda imzalanmışdı. Bakıda imzalanan Bakı bəyannaməsidir. O Bakı bəyannaməsi, yəni İstanbul'da. İstanbul yapmışdı. Aha, İstanbulda. Bəs onda Bakı bəyannaməsi dediyimiz nə ilə bağlıydı?
Bu Azərbaycanla bağlı idi məncə. Böyük İpək Bakıdadır. yolunun, Böyük İpək yolunun beynəlxalq konfransı idi. Demək, Böyük İpək yolunun beynəlxalq konfransı deyəndə Bakı bəyannaməsi imzalanır, bu Bakıdadır. Bundan da deyirik ki, 98-ci ildədir. Amma deyəndə ki, Bakı Tbilisi Ceyhanla bağlı müqavilə harada imzalandı və neçənci ildə imzalandı? Onda neçə deyirik? Bu İstanbuldaydı, Türkiyədə. Və 90 96. 99-cu ildə. 99-cu ildə imzalandı. Demək 99-da müqavilə imzalandı. Bəs neçənci ildə istifadəyə verildi? 2001. Bax, 2001 var, 2006 var, 2007 var. 99 müqaviləsi imzalanır, 99. Üstə 2006 2006-da. neçə il keçmiş olur? 2006'da. 99-dan 2006-ya neçə il keçmiş olur? 7. 7. Aha, bəs yaxşı. Onda 2001-də imzalanır, 2007-də istifadəyə verilir. Neçə il keçmiş olur? 8. Yo 6. 6. Deməli, birindən 7 il, birindən də 6 il keçmiş istifadəyə verilib. Hər ikisi də Heydər Əliyevin ikinci prezidentlik dövründə imzalanıbdı. İlham Əliyevin birinci prezidentlik dövründə istifadəyə verilibdi. Demək, Bakı Tbilisi Ceyhan ixrac boru neft kəməri ilə bağlı saziş neçənci ildə Heydər Əliyevin neçənci prezidentlik dövründə harada imzalandı? Sistemləşdirək. İmza 99'u deyilsiz. Aha, yaşa. 99-da Heydər Əliyev neçənci prezidentlik dövrünə aid oldu? Birinci. Birinci yox, ikinci 99-da axı. İkinci. 98'e kadar idi. Aha, yaxşı. Bəs neçənci də istifadəyə verildi? 2006. 2006. Bəs onda İlham Əliyevin dövründə deməli istifadəyə verilən Bakı Tbilisi, Bakı Ceyhanı dedin. Bakı Tbilisi bəs Erzurum desək? Hə, Erzurum o da Türkiyədəydi elə müəllim. Demək, bax Ərzurumda da deyirik ki, o da Türkiyə ilə Gürcüstanla sazişdədir. Onun sazişi nə vaxt imzalanıbdı, o nə vaxt açılıbdı. O da Başa çatdı. 2007 idi. 2007-də o başa çatdı. Və onun sazişi nə vaxtdı? Nəm 2006. 2001. 2000 və incə hesablamadıq. 2001, 2007. Deməli 99, 2006, 2001, 2007. Ben Təkrarla. 99, 2006, 2001, 2007. Aha, yaxşı. Desək ki, onda Heydər Əliyevin ilk rəsmi səfəri hara olubdu? İlham Əliyevin ilk rəsmi səfəri hara olubdu? Heydər Əliyev Fransada, Paris olubdu. İlham Əliyevi bilmirəm. Avropa olar yəqin. O da Avropadır. Haraydı duruyat? Avropada. Olmuyor. Mən də bilmirəm onu. Cenevrə. Cenevrə harda yerləşir? Bilmisiniz Cenevrə İtaliya. harda yerləşir? Yox, İtaliya deyil. İtaliya deyil. Cenevrə harda yerləşir Aysun? Bilmirəm oy mən. Nərgiz müəllimə demək istəyir. Deyin Nərgiz müəllimə. Müəllimə İsveçrədə Bəli, yerləşir. İsveçrədə yerləşir, doğrudur. Yaxşı, onda Aynuray, deməli dedik ki, İlham Əliyev Aşpanın büro üzvü neçənci də seçildi? O prezidentlikdən əvvəl idi hə o. Aha, amma prezidentliklə eyni ildədir. Əvvəldə amma eyni ildədir. Yəni neçənci ildədir? 2000. Bax, Bu nazir kimi də. oktyabrdır. Onda nə? Bax, nazir kimi də, Aşpanın büro üzvü kimi də. Hər ikisi də prezidentlikdən eyni ildədir. Sadəcə o ay fərqi var. Ayını da bilməyinə ehtiyac yoxdur. Sadəcə o bircə prezidentlikdən əvvəldir. Yaxşı, onda deyirik ki, elə neçənci ildə gördük ki, deməli, bayaq Aysun qeyd elədi bunu, sən də de, 21-ci əsrin müqaviləsi imzalandı. 21-də. 21-ci əsrdədir, düz. Amma neçənci ildədir? 21 demədi. Dedi elə 21-dirsə 21. Mən elə 21-ci əsrdə, amma ili var. 17. Bax, 2013. 1994 Heydər Əliyevdir, neftlə bağlı sazişdir. 2013-cü ildə İlham Əliyevdir. Nə məqsədlə imzalamışdı bu müqaviləni? Qaz. Azərbaycan təbii qazını, onsuz da bax Bakı Tbilisi Ərzurumdan qazı Avropaya ixrac edirdi. Amma bununla da Azərbaycan təbii qazını daha böyük həcmdə çıxarmaq üçün müqavilə imzaladı. Geniş ixrac etmək üçün müqavilə layihələr təklif elədi. Trans-Anadolu, Trans-Adriatik, yəni TAP-TANAP layihələri. Və bunların da gerçəkləşdirilməsi üçün elə 2018-ci ildə TANAP-ın açılış mərasimi keçirildi. Deməli, TANAP-ın açılış mərasimi nə vaxt keçirildi? 2018.
İyununda doğrudur. Yaxşı, bəs Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nə vaxt oldu? 2017. 17. 2017-ci ildə səsləri açmayan zəhmət olmazdı. Aha. Bir də deyirik ki, elə neçənci ildə Şərqi Zəngəzur İqtisadi rayonu Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xətti açıldı. O da 17. Yox, 17 deyil. 2023. 2023'dür, doğrudur. 2023-cü ildə. Ay Zuriyyət, onda səndən davam eləyək. Zuriyyət, indi deyirik ki, məhz İlham Əliyevin dövründə Asan Xidmət Mərkəzi açılıb. Neçənci ildə? Dəfələrlə qəbula düşübdür bu. 2012 2012. Bu daxili siyasətdir, xarici siyasət. daxili olar da. Daxilidir. Siyasi hadisədir, yoxsa sosial hadisədir? Sosial. Sosial. Çünki əhali ilə bağlıdır, doğrudur. Bəs desək ki, elə nə zaman bütün çadır şəhərciklər ləğv olundu, fin tipli qəsəbələr ləğv olundu. Bu 2007-də. Bu İlham Əliyevin neçənci prezidentlik dövrünə düşür? Birinci prezidentlik. Bəs Asan Xidmət neçənci prezidentlik dövrünə düşür? O bir də 2012 isə 2003-2003-cü olur da. Bax, Zuriyyət, 2012-nin ikisi, 2012-nin ikisi, aha, demək ikinci prezidentliyin ikisi. Demək 2012-də nə görsən, bil ki, onun ikinci prezidentlik dövrünə aiddir. Deməli elə onda ilk Asan Xidmət Mərkəzindən söhbət gedir təbii ki. İlk Asan Xidmət Mərkəzi neçənci ildə açıldı? 2012. Aha, amma növbəti mərhələlərdə də Asan Xidmət Mərkəzləri mövcud olubdur. Və suallarda buna diqqət edin ki, mövcud olubmu deyib, açılıbmı deyib, ilk dəfə yaradılıbmı deyibdir. Yaxşı, desək ki, onda elə neçənci ildə deyirik ki, İlham Əliyevin dövründə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Türkiyə Respublikasına müqavilə bağlanıbdır. 2010-cu ildə doğrudur. Yaxşı, ona deyirik ki, elə neçənci ildə bəs Şuşa bəyannaməsi imzalanıb? O 2021-də. Bu İlham Əliyevin neçənci prezidentlik dövrünə düşür? Bir dəqiqə. Üçüncü. Bax, 2003, 2008 bir ilə. 2008, 2013, 2013-2018 3 elədi. Deməli 18-dən sonra 4-cü prezidentlik dövrü doğrudur. Yaxşı, onda deyirik ki, elə bəs Şuşa bəyannaməsinə əsasən hansı dəhlizin açılması vurğulanırdı? Hansı dəmir yolunun tikintisinin mühümlüyü qeyd olunurdu? Zəngəzur. Zəngəzur dəhlizinin açılması və Naxçıvan-Qars dəmir yolunun tikintisinin vacibliyi qeyd olunurdu. Demək nə qeyd olunurdu? Zəngəzur dəhlizinin açılması və Naxçıvan-Qars dəmir yolunu tikmək. Vacibliyi qeyd olunurdu, doğrudur. Yaxşı, bəs Moskva bəyannaməsi neçənci ildədir? O 2022-də. Demək İlham Əliyev Rusiya nə vaxt rəsmi səfər edibdi? Elə 2022. Və Rusiya-Gürcüstan müharibəsi neçənci ildə baş veribdi? 2007. 2008-ci ildə. Azərbaycan Xalq Cümhuriyyəti 1-ci Respublika və 3-cü Respublika müstəqil Azərbaycan Respublikası arasında oxşarlıq nə olar görəsən? Yəni bir çox oxşarlıq var təbii ki. Amma məsəl üçün İranla münasibətlərdə oxşarlıq nə olar görəsən? Müharibə aparmaları. Yox, İranla nə vaxt müharibə apardı yazıq Azərbaycan? Mən sualı anlamadım. AXC 1-ci Respublika və 3-cü Respublika, yəni müstəqil Azərbaycan İranla münasibətdə oxşarlıq nədir? Belə sual verirəm. Deyirəm ki, 1920 deməli AXC 2004 burada müstəqil Azərbaycan tarixində oxşarıq. 2004. Təbrizdə nəsə açıldı? Təbrizdə konsulluq açılmışdı da müəllim. 1920-də İranla bağlanan dostluq müqaviləsindən. Burada da görürük ki, elə yəni Qacarlarla orada bağlanmışdı saziş. Burada da elə İranla münasibətlərdə görürük ki, münasibətlər quruldu, əməkdaşlıq quruldu İlham Əliyevin dövründə və Təbrizdə Azərbaycan konsulluğu açıldı. Bu daxili siyasət yoxsa xarici siyasət? Xarici. Aha, İslam Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan, İran, Türkiyə nə zaman iştirak elədi? İslam deyim. Biz İslam Əməkdaşlıq Təşkilatına nə vaxt üzv olmuşuq? İKT-yə nə vaxt üzv olmuşuq? İKT-yə. Bizim ilk daxil olduğumuz elə 92. Yox, ilk daxil olduğumuzdur deyə neçənci? 91. Bəli, 91. İlk 91. Bəs İslam Əməkdaşlıq Təşkilatının deyil sammitində Azərbaycan, İran, Türkiyə nə zaman görüşübdü, razılaşma əldə olunubdu?
Elə İslam 2010-cu ildə. 2010-cu ildə. Hə. Demək, nə zaman İslam Əməkdaşlıq Təşkilatının samitində iştirak elədik? 2010-cu il. 2010-cu ildə. Aha, yaxşı. Ən vacib məsələlərdən biri. Daim düşən hissələrdən biri müəllimlərə də çox düşür. Mütləq şəkildə buna diqqət edirik. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü nə vaxt seçildi Azərbaycan? Qeyri-üzvü 2003 olar. 11. 2011 ay Zuriyyət. Biz 1992-ci ildə mart ayında BMT-yə üzv olduq. 92-nin martı. Bu il müstəqillik qazandıq. Birinci daxil olduq İslam Konfrans Təşkilatına. İkinci üzv olduq BMT-yə. Yəni ikinci üzv olduq BMT-yə yox. İkinci orada fevral ayı iqtisadi əməkdaşlıqdır. Sonra da mart ayında BMT-dir. Yəni 92-də üzv olduq. BMT-nin bir də var. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyü. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyü isə 2011-ci ildə seçildik. Amma 2011-də seçiləndə bu 2011 üçün yox. Oktyabrda axı 2012-13-cü illər. Yəni neçənci illərdə üzv seçilməyimiz 2011-də, amma neçənci illərdə üzv olmuşuq deyəndə 2012-13-cü illər. Demək, sual düşə bilər. İlham Əliyevin ikinci prezidentliyi dövründə daxili siyasət, xarici siyasət. Daxili siyasətdə hansı mərkəzlərin açılması dedik? Hansı mərkəzləri? İlk Asan Xidmət Mərkəzinin açılmasını dedik. Dost mərkəzidir, dost mərkəzi. O ikinci prezidentlik dövrü deyil. O 2019-da. Hə. Əgər ikinci prezidentlik dövrü deyirəmsə. Asan Xidmət. Elə 2012-13-cü illərdə hara üzv olmuşuq? Bir də BMT-nin Təhlükəsizlik Şurası idi. Qeyri-daimi üzvü qeyri-daimi üzv olmuşuq. Seçilmişik 11-də, üzv olmuşuq 12-də. Bax, diqqət edin, testdə əgər düşərsə ki, üzvü olub, üzvü kimi iştirak edibdi. 11-i götürmürük. 12, 13-ü nəzərdə tutur. Amma seçilibdirsə onda 11-i. Və diqqət edirik, birinci qoşulmama gəlir. Qoşulmama may ayıdır, may. Qoşulmama may ayıdır, amma BMT oktyabr ayıdır. Yəni birinci qoşulmamadır, sonra BMT-dir. Yaxşı, deyirik onda elə, məhz nə zaman gördük ki, Azərbaycan qoşulmama təşkilatına sədrlik elədi. 2011 dedik canım. Bax, gözəl. 2011-də biz qoşulmama təşkilatına üzv olduq. Onda Düzdür? 2019, Deməli, 2019-da neçə qədər sədrlik elədik? 22 kimi. Amma bir ildə digər bir dövlətin daxil olması uzadıldı deyə biz ora neçəyə qədər üzv olduq? 23-ə qədər vurdu. 2023-ə qədər. Ay, sağ ol. Yaxşı, onda Qəmər desin. Qəmər, Naxçıvanda samit keçirildi. Türk dilli ölkə başçılarının görüşündə Naxçıvan sazişi imzalandı. Neçənci ildə? 2021. 2009-cu ildə. Demək, Naxçıvan sazişi neçənci ildədir? 2009. 2009-cu ildədir. Aha. Naxçıvan sazişinə əsasən elə 2012-ci ildə Asan Xidmət yarandığı ildə, BMT-nin üzvü olduğumuz ildə nə yaradıldı? Türk dilli dövlətlərin əməkdaşlıq şurası. Ay, sağ ol. Demək, TÜDEŞ yaradıldı. Demək, TÜDEŞ nə vaxt yaradıldı? 2012-də. 2012-ci ildə. Aha. Bəs yaxşı, deyirik elə TÜDEŞin əsas məqsədi, vəzifəsi nədir? Sülh yaratmaq istəyirdilər. Bəli, müxtəlif sahələrdə əlaqələri möhkəmləndirmək, sülhü bərqərar etmək. Bəs deyirik ki, nə zaman İstanbulda zirvə görüşü keçirildi? 2021. Demək, nətər yadda saxlayırıq? 12-də TÜDEŞ yaranır. Naxçıvan. 12-ni çeviririk tərsinə. 1 ilə 2-nin yerini dəyişirik. 21-də İstanbul. 21-də isə zirvə görüşündə deyirik artıq bu oldu TDT. Yəni Türk Dövlətləri Təşkilatı adlandırıldı. Bəs ATƏM nə zaman ATƏT-ə çevrildi? ATEM oldu, ATET. O nə zamandır? ATEM ATƏT-ə çevrildi. Budapeşt samitindən neçənci ildə? 2012. 1994-cü ildə. Deməli, ATEM nə zaman ATƏT oldu? 1994-də. Demək, Budapeşt samiti nə vaxt keçirildi? 94-də. 94-cü ildə. Aha. Bəs yaxşı, deyirik onda nə zaman Şuşada qeyri-rəsmi zirvə görüşü keçirildi və Qarabağ bəyannaməsi qəbul olundu? 2023-də. 2024-cü ildə. Demək, Qarabağ bəyannaməsi nə vaxt qəbul olunubdu? 24-də. 24-də. Bəs Şuşa bəyannaməsi nə vaxt idi? Qarabağ bəyannaməsi 2024. Bu Qarabağ bəyannaməsi. Bəs Şuşa bəyannaməsi bayaq Suriyyət dedi. 2000
23, Yox. 21. Nə vaxt idi Aysun? 2021, 2021-ci ildə. 21-də. Demək Qarabağ bəyannaməsi nə vaxt oldu? Şuşa bəyannaməsi nə vaxt oldu? 2024-də Qarabağ, 2021-də də Şuşa bəyannaməsi, Aha, yaxşı. Naxçıvan sazişi nə vaxt oldu? 2009, Qarabağ bəyannaməsi, 2024, Şuşa bəyannaməsi. 2021, Şuşa bəyannaməsi İlham Əliyevin neçənci prezident dövrünə aiddir? 4, 4-cü prezident, doğrudur. Yaxşı, deyirik onda nə zaman BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünə seçildik? 2011-də, 2012-13-də də oluruq. Aha, bəs Qoşulmayanlar Təşkilatına nə vaxt üzv olduq? 2011, Aha, və neçənci illərdə sədrlik elədik? 2019, 2023, Doğrudur. Onda Qoşulmayanlar Təşkilatına üzv olmağımız İlham Əliyevin neçənci prezidentlik dövrünə düşür? 4 elə. Yox, üzv olmağımız. Hə, üzv yox, sədr 4-ə düşür. Üzv olmağımız 2-yə. Doğrudur. Bəs yaxşı, onda desək ki, elə dost mərkəzləri İlham Əliyevin neçənci prezidentlik dövrünə düşür? 2 o da. Bax, dost mərkəzləri neçə asan xidmət 2-yə düşürdü. Dost 2012-də mərkəzləri, o asan asan xidmət. xidmətdir. Bəs bax, dostun dolsunla yadda saxla. 2009-da. Do. 12 asan 2009. xidmət, asan xidmətdən sonradır. 12 asan 2009. xidmət, 2019. 2019. Demək, dost mərkəzləri neçənci ildə oldu? Üstdə. 3-cüyə düşür. Aha, neçənci ilə aid oldu? 2019. 2019-cu ilə aid oldu. Neçənci ildə koronavirus pandemiyasından bağlı deyirik ki, tədbirlər falan təsdiq olundu. 2020-nin martında. Ha, bunu yaxşı yadında saxlayırsan. Yaxşı, Şuşa bəyannaməsi nə vaxt oldu? 2021-də. Aha, yaxşı. Onda Aysun desin. İlham Əliyevin ilk rəsmi səfəri hara oldu? İlk hərbi səfəri. Bayaq dediniz, ayda bir məzəli ad var idi. İsveçrədə olan yer. Aha, Cenevrə. Cenevrə. Ay, Cenevrə. Elə Cenevrədə yadda saxlayın, informasiya cəmiyyəti üzrə sammitdə iştirak edibdi. Demək, ilk rəsmi səfəri hara oldu? İsveçrədə Cenevriyə. Aha, Cenevriyə. Yaxşı, dedik ki, elə Şərqi Zəngəzur iqtisadi rayonunla Naxçıvan arasında yeni dəmir yolu xəttinin tikintisi nə vaxt başlanılıbdı? Dəmir yolu Aha, Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu tikintisi nə vaxt başlanıldı? 2000-də. Neçə idi ay Zuriyyət? Dəmir yolu dəqiq. Dəmir yolu. Bayaqlarım nə qəşəng dedin, kitaba baxırdın onda. Müəllim hansı dəmir Yox, yolu? canım mənim qarışıqdır sadəcə. Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan inanmadım. Naxçıvan 2023. arasında yeni dəmir yolu. Bəli, 2023. 2023. Demək Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan arasında yeni dəmir yolu xətti neçənci ilə aid oldu? Təkrarla Aysun. Aysun təkrarla. Aysun hara getdin? Nuray nə vaxt oldu? 2023. 2023-cü ildə. Nuray, Bakı Tbilisi-Qars dəmir yolunun açılış mərasimi nə vaxt oldu? Hay, incə 99. Yox. Nə idi bu? 2017. 2017. Bakı Tbilisi-Qars dəmir yolunun açılışı nə vaxt oldu Nuray? 2017. 2017-ci ildə. Bəs TANAP-ın açılış mərasimi nə vaxt oldu? O şeydi. 2017. 2018. 2018. 2018-də. Deməli Aysun, TANAP-ın açılış mərasimi nə vaxt oldu? 2018-də. Bakı Tbilisi-Qars, 2017-ci ildə. Bakı Tbilisi-Ərzurum, Erzurum o 2000 ayda 2003-də idi deyəsən. bax, 2003 idi, yox, Aysun, bayaqlarında başa saldım. Bununla bağlı 2007 müqavilə var. 2007. Bəli, istifadə 2007 Birdən edilməyi var. müqavilə idi, 2007-də şeydir. Elə Qa- 2007-ci Bakı ildə bəs daxil siyasətdə nə gördük? 2007-ci ildə nə ləğv olunurdu? Çadır nəsə Sosial o sahədə. deyilməli. Bax 2007 Çadır. sosial sahədə, bəli, çadır şəhərcə. Demək, çadır şəhərcənin ləğvi sosial sahədə islahatların həyata keçirilməsidir. Yaxşı, Aysun, bəs də görüm Heydər Əliyevin dövründə konstitusiya nə vaxt qəbul olunubdu? Hansı konstitusiya? Hansı konstitusiya olacaq? Bir dənə konstitusiya qəbul olunubdu müstəqil Azərbaycanda. Sonra dəyişdilər. İlhamda bilirəm ki, birinci mərhələ şeydədir 2003-də.
Aysun deyirəm ki, Konstitusiya əlavələr olurdu. bax o 2003-dür, Heydər Əliyev 2002-dir. Konstitusiya əlavə və dəyişikliklər 7 ildən bir olur. Konstitusiya neçənci ildə qəbul olundu, neçənci ildə əlavə və dəyişikliklər oldu. Əlavə və dəyişiklik birinci olanda özü Heydər Əliyev var idi hələ, İlham Əliyev deyildi. Onu bilmirəm ay müəllim. Bilməlisən Aysun, əzbər bilməlisən. 1995 12 noyabr. Demək konstitusiya nə vaxt qəbul olundu? 1995 13 noyabrda. Ay, sağ ol. 95-12 noyabr Azərbaycan Respublikasının konstitusiyasıdır. Bəs 98-ci ildə nə yaradıldı? Nə? 98-ci ildə nə yaradıldı? Onda da dəyişikliklər baş verdi yəqin Onda ki. Konstitusiya Məhkəməsi yaradılıbdı. Demək konstitusiya qəbul Evet. olunubdu 95-ci ildə, Konstitusiya Məhkəməsi yaradılıbdı 98-ci ildə. Demək Konstitusiya Məhkəməsi nə vaxt yaradıldı? Konstitusiya Məhkəməsi 98-də, Konstitusiyada 95-də. Aha, bax bu da Türkiyənin qarşılıqlı düşür. Türkiyədə də 1961-ci ildə konstitusiya qəbul olunubdu və Konstitusiya Məhkəməsi yaradılıbdı. Bizdə isə konstitusiya qəbul olunub 95-də, 98 məhkəmə islahatıdır, yəni burada da Konstitusiya Məhkəməsi yaradılıbdı. Dedik ki, elə Azərbaycan nə zaman MDB-yə daxil oldu? İlham Əliyevin dövründə yoxsa şeydə Heydər Əliyevin dövründə idi, amma Heydər Əliyevin prezidentlik dövrünə aid deyildi. ay da 93 idi. 93 MDB yarandı nə zaman? O da 40 yox, 40 neçədə Baxın, yaranmışdı elə. MDB yaranıbdı. Yox, BMT ilə səhv salma. O BMT-də 45-də yaranıb. MDB yaranıbdı SSR-nin süqutunla. Və burada da qəbullarda çox düşür. Məsələn, deyir ki, SSR-i elə süqut elədi. Bunu hüquqi şəkildə nə ilə göstəririk? Elə MDB-nin yaradılmağından. Amma bir hüquq subyekti kimdə? Tarix səhnəsindən silindi Qarbaçovun istefasından. Demək, bu oldu 91-ci ildə. Sonra deyirik ki, 91-də deməli MDB yaranır. Amma bundan 2 il sonra 93-cü ilin sentyabrında biz ora üzv olmuşuq. Amma bu Heydər Əliyevin prezidentlik dövrünə aid deyil. Hələ prezident deyildi Heydər Əliyev. Ben Yaxşı. De görüm onda elə nə zaman deyirik ki, əhalinin sosial müdafiəsi haqqında qanun qəbul olundu? Ama siz niye Mahidədən sual verirsiniz, İlhamdan vermişsiniz? Mən ürəyim hardan istəyir oradan verirəm də. İkisi də vacib axı. Hər ikisi də qarşılıqlı düşür. Nə bilim ki, saat gəlib burada İlham Əliyevi salacaqlar yoxsa mən yəqin ki, Heydər Əliyevdən düşəcək suallar. Ona görə daha çox oradan verirəm. Ama ben Demək ikisini təzən də verilən bilməlisən. sual, Aysun. təzən verilən. Demək deyirik ki, məsələ neçənci ildə əhalinin sosial müdafiəsi haqqında qanun qəbul olundu? 1994'də. Atdın ha, bəli, 1994-də. Demək sosial müdafiə haqqında qanun Fikirləşdim ki, bir dənə fikirləşdim ki, 93-də gəlirsə də demək 94-də nəsə bir şey eləyib də bu. deməli bu əhalinin sosial müdafiəsi fondu yaradılıbdı. Sosial müdafiə fondu Bəli. demək 94-də yaradılıbdı. Bəs Heydər Əliyev fondu nə vaxt yaradılıbdı? Heydər Əliyev fondu, Aha, o da yəqin ki 2000-lərdə olardı ay müəllim. bəli, o Heydər Əliyev vəfat edəndən sonradır. Yəni 2004-cü ildədir. Deməli onda desək ki, və bunu fondu yaratmaqdan məqsəd, yəni bundan gələn gəlirləri başqa sahələrə daşımaq idi. Desək ki, onda neçənci ildə ilk asan xidmət mərkəzi açıldı? 2012-də. Aha, onda dedik ki, neçənci ildə fin tipli qəsəbələr, çadır şəhərcikləri ləğv olundu? 2007-də. 2007-ci ildə. Bəs neçənci ildə dost mərkəzləri yaradıldı? 2019-da. Onda bu İlham Əliyevin dövründə daxili siyasətdir, xarici siyasət? Daxili. Daxili. Strateji tərəfdaşlıq qarşılıqlı yardım haqqında müqavilə nə zaman imzalandı? Türkiyə ilə. Amma çox tez-tez dediyi eşitmədim. Yaxşıdır, yavaş deyirəm. Bakıda strateji tərəfdaşlıq qarşılıqlı yardım haqqında müqavilə nə zaman imzalandı? 2000 neçədə olar, onu bilmədim. Yox, Neçənci bilmirəm. ildədir onda Nuray? 2021-də Yox. deyildi. Bayanamaz. Nuray neçənci ildədir? 17. 2010-cu ildə. Deməli, strateji tərəfdaşlıq, qarşılıqlı yardım haqqında müqavilə ilə o İslam Konfrans Təşkilatından razılaşma əldə olunması eyni ildədir. Orada da Türkiyə var, burada da Türkiyə var. 2010-cu ildədir hər ikisi də. Nuray neçənci ildə dedik ki, Şuşa bəyannaməsi imzalandı? 21. 2021-ci ildə. Bəs neçənci ildə dedik ki, elə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçildi?
Elə 92-də idi BMT. 92-də BMT üzv olduq. Bəs onun qeyri-daimi üzvünə, yəni Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünə vaxt seçildik. Neçənci illər üçün üzv olduq? 24 edirəm. 2011-də seçildik. 2012, 13-cü illər içində üzv olduq. Nə olar ki, bu boyda deyirəm. Biraz da siz oxuyun da. 2011-də seçildik. 2012, 13-cü illər içində üzv olduq. Ay Nuray, bəs İlham Əliyev BMT baş mühəndisinə çıxış eləmişdi ki, Şərqi Avropa ölkələrindən biri BMT Təhlükəsizlik Şurasına üzv olsun. BMT-nin iş mexanizminə bağlı təkliflər irəli sürmüşdü. Bu neçənci ilə aid olar görəsən? O da eyni ilə aid olar da O, yəqin. İlham Əliyev hələ prezident seçilməmişdən qabaqdır. Yəni, eyni ildə, prezident seçildiyi ildə, amma hələ prezident seçilməmişdən qabaqdır. Demək, neçənci ildə? 2003. 2003-cü ildə. Yaxşı. Dedik ki, onda neçənci ildə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman haqqında konstitusiya qanunu qəbul olundu? 2010 neçə idi də? Yox. Bu Avropa Şurasına Yəni- üzv olduğumuz ildədir. Avropa Şurasına nə vaxt 2011. üzv olduq? 2001. Uşaqlar, Avropa Şurası qoşulmayanlar, səhv salmayın. Hə, 2011. Avropa Şurası 2001-dir, qoşulmayanlar 2011-dir. Bəs qoşulmayanlar özü nə vaxt yaradılmışdı? Bloklar desin. Hə, ay sağ ol. Dedim, neçə il əvvəl yaranıbdı? 50 50 il əvvəl. 1900 Deməli, onda 2011-də üzv olmuş olsa 50 il əvvəl neçə eləyir? 1961. Ay yaşa. Yaxşı. Deyirik ki, deməli, İnsan Hüquqları üzrə müvəkkil Ombudsman haqqında konstitusiya qanunu nə vaxt qəbul olundu? 1 2001-ci ildə. Bəs nə zaman Azərbaycan Respublikasının konstitusiyası qəbul olundu? o Heydərdə idi də 95. 95, 12 noyabr Heydər Əliyevdə. Bəs onda konstitusiya desək ki, ilk dəfə əlavə düzəlişlər nə vaxtı? Əlavə düzəlişlər İlhamda idi. Yox. Elə birinci dəfə Yox. deyilsə Heydər Əliyevin dövrünə aiddir. 8 o məhkəmə idi amma. Bax, yadında saxla. Konstitusiya prezident seçkiləri əvvəllər 5 ildən bir keçirilirdi. Sonradan 7 ildən bir olmağa qərar verildi 2018-dən sonra. Amma konstitusiyaya əlavə və düzəliş 7 ildən birdir. Demək 95-də konstitusiya qəbul olunubdursa, üstə 7 gələndə neçə eləyəcək? 2002. Növbəti dəfə neçənci ildə onda qəbul olunacaq? 9. 2009. Demək ilk düzəliş Heydər Əliyevin ikinci prezidenti dövrünə aiddir. İkinci düzəliş İlham Əliyevin ikinci prezidenti dövrünə aiddir. Yəni Yaxşı. Onda torpaq islahatı haqqında qanun nə vaxt verilibdi? o şeydə idi. Heydərdə də var idi o. İndi Heydər Əliyevə aiddir. 94 idi. Bax, Ya da torpaq 90. 6 hərif, torpaq 6 hərif, torpaq. Deməli, torpaq islahatı neçənci ildədir? 6. 96-cı ildə. Aha, yaxşı. Onda dedik ki, elə. Bax, həm deməli AXC, həm də müstəqil Azərbaycan. Oxşar cəhət, deməli 1918-98 oxşar cəhətinə götürərik mədəni sahədə. Mədəni sahədə nəsə Aha. yaradıblar. Nə ilə? Məhkəmə. Yox, nə ilə? Ləğvdir. AXC-də yox idi axı. Senzuranın ləğvi. Deməli 1918-98 oxşarlıq nə oldu? Mədəni sahədə. Senzuranın ləğvi. Senzuranın ləğvi. Aha. Bəs onda elə deyirik müsəlman şərqində ilk dəfə olaraq ölüm cəzası harada ləğv olunubdu? Azərbaycanda. Neçənci Şeydə ildə? idi. Şimal tərəfdən idi, nə idi bir şey. Şərqdə yəni. Şərqdə ilk dəfə Hə, Azərbaycanda. Demək neçənci ildə? O Heydərdə idi. Neçənci ildə? Nə bilim. Ülviyə müəllimə, mən üzrü sabir Konfransı. Böyük İpək yolunun beynəlxalq konfransı neçənci ildə keçirilibdi? 8 idi. 98-in. 98-in hansı ayında? Ay bilmirəm. 98-in sentyabr ayında. Nəyə görə ayını bilməlisən? Çünki bu Heydər Əliyevin birinci prezidentlik dövrünə düşür. Axı 98-də ikinci dəfə prezident seçilibdi. Bu birinci prezidentlik dövrünə düşür. Demək, Böyük İpək yolunun beynəlxalq konfransı nə vaxt oldu? 98-in sentyabrında. 98-in sentyabrında. Bax, MDB üzvlüyümüz də 93-ün sentyabrıdır deyə Heydər Əliyevin prezidentlik dövrünə düşmür. Eyni zamanda da Böyük İpək yolunun beynəlxalq konfransı sentyabrdır deyə Heydər Əliyevin birinci prezidentlik dövrünə düşür.
Elə deyirik, bununla bağlı Bakı bəyannaməsi qəbul olunmuşdu. Demək, harada keçirilib Böyük İpək Yolunun beynəlxalq konfransı? Bakıda elə. Bakıda keçirilib, doğrudur. Azərbaycan Respublikasının dedi konstitusiyasına ilk dəfə əlavə və dəyişik nə vaxt olunubdu? 95-də yaradılıbsa 2002-də olur da. Yaşa, doğrudur. İlk bələdiyyə seçkiləri nə vaxt keçirilibdi? İlk bələdiyyə seçkiləri 97 ya 96. Bax, bələdiyyə seçkiləri deyirik, bələdiyyə. Biri var bələdiyyə torpaq mülkiyyətinin müəyyən olunması, torpaq, islahat keçirilməsi, dövlət bələdiyyə xüsusi torpaq mülkiyyətinin müəyyən olunması. Biri də var ki, ilk bələdiyyə seçkilərinin keçirilməsi. 99. 1999-cu ildə ay sağ ol. Bax, ilk dəfə parlament seçkiləri nə vaxt keçirilibdi? İlk dəfə parlament. Elə 99-da. Yox, bax gözləyin. Parlament konstitusiyanın eyni vaxtdadır. Konstitusiya nə vaxt 95 qəbul olunub? 95. Demək, ilk parlament islahatda elə parlament seçkiləri də nə vaxtdır? 95-dir. 95. Amma ikinci dəfə deyəndə bax konstitusiya 2000. əlavə düzəliş 7 ildən birdir. Amma parlament deyirəmsə 5 ildən birdir. Demək, parlament 2000. seçkiləri neçənci il olacaq? İkinci dəfə. 2000-ci ildə. 2000-ci ildə. Elə hakimlərin xüsusi imtahan verməsi təcrübəsi neçənci ildir? O da 2000. O da 2000-ci ildir. Yerli özünü idarə etmə olan bələdiyyə nə vaxtdır? Bələdiyyə seçkiləri. Yerli. O bələdiyyə seçkiləri 1999 deyir. 99-cu ildə, doğrudur. Bəs dövlət bələdiyyə xüsusi torpaq mülkiyyəti nə vaxt oldu? O 96. O 96-cı ildə. Neçənci ildə Bakı Novorossiysk Şimal neft kəməri istifadəyə verildi? Bakı Novorossiyski. Bax, əsrin müqaviləsi nə vaxt imzalanır? O 1993 idi. Bax, əsrin müqaviləsi Heydər Əliyev gəlib 93-ün oktyabrında. Gələn kimi imzalaya bilməz axı yazıq. Demək, biraz vaxt keçsin ki, bu layihələri gecəkləşdirək. 94-də. 94-də. Demək, 94. Baxın, nəyə fikir verin. Heydər Əliyev gəlib 93-ün oktyabrında. Deməli, 93 oktyabr müharibənin düz ortasındadır da, yəni bizim torpaqlarımızın işğal olunduğu bir vaxta gəlir. Və Heydər Əliyev gələn kimi birinci vəzifə nədir? Müharibə ilə bağlı tədbirlər görməkdir. Elə görürük ki, 94-cü ildə müharibə ilə bağlı atəşkəs əldə olunur. 94-ün hansı ayında atəşkəs əldə olunubdu? Atəşkəs hansı Pittsburgh ayında? protokolu nə vaxt imzalanmışdı? 93-cü ildə. 94-cü ildə. Hansı ay? May ayı, doğrudur. May ayında. Demək, Bişkek protokolu ilə müharibədə atəşkəs əldə elədi. Bundan sonra başladı daha çox işlər görməyə. Məsələn, Azərbaycan Dövlət Neft Şirkəti 94-də yaradılıb, 94-ün sentyabrında əsrin müqaviləsi imzalanır. Demək, birinci sən Bişkek protokolunu imzalan, atəşkəsi əldə elə ki, sonra əsrin müqaviləsini imzalayasan. Əsrin müqaviləsi nə ilə bağlı müqavilə idi? Sülh istəyirlər də deyil. Yox, gözəl. Bax, sülh istəmək bayaq Deyil. dedik də, sülh məsələsi harda öz əksini tapdı? Sülh deyildi özü. Onda onda Bişkek protokolu atəşkəs. Bax, atəşkəs sülh deyil. Yazsa sülh səhvdir. Bu gün də sülh yoxdur. Atəşkəs sadəcə olaraq atəşi kəsmək, yəni müvəqqəti müharibəni dayandırmaq. Müharibə dayanır. Deməli, o 94-dür, amma 94-ün may ayıdır. Amma 94-ün sentyabr ayında əsr, əsrin müqaviləsi imzalanıb neftlə bağlı. Bununla da Xəzərdə yeni neft yataqları istismara başlanılıbdır. Əsrin müqaviləsi əsasən neftin ilkin hasilatına nə vaxt başlanılıbdır? İlkin hasilatına Aha, 2013. 97-ci ildə. Demək, əsrin müqaviləsi nə vaxt oldu? 97. Mən İlham Əliyev də ikincisi, yoxsa Heydər Əliyev var idi? O yeni əsrin müqaviləsi və qazla bağlıdır. Heydər Əliyevin dövründə olan əsrin müqaviləsini deyirəm. Mən İlham Əliyevlə etdim. Səhv sağdır. Aha. Demək, əsrin müqaviləsi neçənci ildə oldu? 94-də. 94-də. Bəs onda neftin ilkin hasilatına nə vaxt başlanıldı? Nə vaxt? 97 nə vaxt? 97-ci ildə. Bakı Novorossiysk Şimal neft kəməri demək nə vaxt çəkildi? O da 97 idi. O da 97-ci ildə, doğrudur. Demək, 97-ci ildə əsrin müqaviləsi əsasında neftin ilkin hasilatına başlanıldı. Elə şimal, bax, Rusiya bizim şimalımızdadır. Deməli, Rusiyadan keçən Bakı Novorossiysk Şimal neft kəməri 97-də çəkildi. Amma 99-cu ildə qərb neft kəməri, qərbdə olan haradır? Gürcüstan. Demək, qərb neft kəməri 99-cu ildə. Bu nə adlanırdı? Qərb neft kəməri. Bakı Subsa. Demək, Bakı Subsa neçənci ildə istifadəyə verildi?
Hə, 94-dür. 99-a 99. gözəlim. 99. 9 da Bakı 90. Subsa demək neçənci ildə oldu? 99. Bəs onda Şimal Neft Kəməri Novorossiysk O şey 94-dür. Yox, 97 üzrsən. 97. Demək Bakı Novorossiysk nə vaxt oldu? 97. Bakı Bakı Subsa 99. Böyük İpək Yolunun Beynəlxalq Təşkilatının Bakıda yerləşməsi haqqında qərarın qəbul olunması. 98. Aha, ölüm hökmünün ləğvi. O nə vaxt idi? O da 98. O da 98. Bəli, Hə, ölüm 98. hökmünün ləğvi 98. Ay Qəmər, de görüm. Onda Bakı Tbilisi Ceyhan neft kəmərinin çəkilməsi barədə saziş 99. 99. Bakı Tbilisi Erzurum qaz kəmərinin çəkilməsindən bağlı Türkiyə və Gürcüstanla müqavilələr, 2001. istifadəyə verilməsi. 2007. O birinin də 2006. Aha, neçənci ildə əhalinin sosial müdafiəsi haqqında qanun qəbul olundu? Heydər Əliyev hər biriniz 2011. məlumatlı olarsınız da. Həqiqətən də böyük şəxsiyyət olubdur, böyük siyasətçi olubdur. 1994. Ona fikir ver ki, onun üçün o hakimiyyətə gəlirsə, xalq üçün mütləq ki, olan tədbiri çox gecikdirməz. Deməli, 93-də gəlibdi, 94-də əhalinin sosial müdafiəsi haqqında qanun qəbul edibdi. 94-cü ildə. Deməli amma fikir ver. Bir də var ki, xüsusi dövlət proqramının qəbul olunması sosial müdafiə ilə bağlı. O isə 98-də. 98-də. Aha. Bir də Qəmər nəyə fikir verin? İqtisadi sahədə münasibətlərdə Heydər Əliyevin dövründə elə deyirik ki, azad bazar ticarətləri qurulubdu, özəl sektora diqqət olunubdu. Eyni zamanda da məsələn bu həm də Turqut Özalın dövründə Türkiyədə var ki, azad bazar iqtisadiyyatın dirçəldilməsi Heydər Əliyevin dövründə də var. Eyni proses. Buna da oxşar cəhət kimi götürə bilərik. Yaxşı, elə deyirik ki, neçənci ildə, bax buna da diqqət edirik. Neçənci Guam təşkilatı yaradıldı? 1997-də. 97. Neçənci ildə Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulduq? NATO-nun Şimali Atlantika Təhlükəsizlik Şurasına qoşulduq. 98. 92-ci ildə qoşulduq. Neçənci ildən onun sülh naminə tərəfdaşlıq proqramına qəbul olunduq? Sülh 4 hərfli, sülh naminə tərəfdaşlıq 94-cü ildə. Aha. Bəs neçənci ildə Praqa zirvə görüşündə Heydər Əliyev beynəlxalq terrorizmlə bağlı. Bax, terror hadisəsi törədilib 2001 ABŞ-də. 2002-ci ildə Praqada Heydər Əliyev terrorizmlə bağlı çıxış edib. Deməli, Praqada zirvə görüşünə nə zaman çıxış elədi? 2002-ci ildə. Biz nə zaman Avropa Şurasına üzv olduq? Biz 2001-də. Və nə zaman deyirik ki, İlham Əliyev Aşbanın vitse-prezidenti büro üzvü seçildi? 2003-də. 2003-cü ildə. Ay sağ ol. Nə zaman ATƏM-in Budapeşt samiti keçirildi? Nə zaman Lisabon samiti keçirildi? 94-də Budapeşt. Bəs Lisabon? 96-da da o biri. Lisabon. Bax, həm Lisabon, həm də Avropa Şurasının oxşar cəhət nə idi? Azərbaycanın ərazi bütövlüyünün istəyirdi. qorunduğu vurğulanırdı. 96-da. Hücum diplomatiyasının əsas deyiriksə 2004-cü ildə. 2004. Deməli evə götürürük.